Kanalıma xoş gəldiniz, dəyərli beşincilər. Ekrana bir qədər yaxın oturun. İş dəftərindən səhifə 41-i açırsınız. İkinci hissə. Təsriflənməyən feillər və məslər. Kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmağı unutmayın. Təsriflənməyən feillər nə idi uşaqlar? Biz keçən dəfə bu haqda danışdıq. Şəxsə və kəmiyyətə görə dəyişməyən feil, yəni dilimizdə, nitqimizdə iki cür feillər var. Bir var şəxsə, kəmiyyətə görə dəyişən feillər, hansı ki onlar mənə, bizə, sənə, sizə, ona və onlara görə dəyişə bilir. Mən yazdım, sən oxudun, onlar getdilər və s. Amma bəzi feillər var ki, onlar şəxslərə görə dəyişə bilmir. Yəni biz onları işlədəndə bilmirik birinci şəxsdədir, üçüncü şəxsdədir, yaxud da ki, ikinci şəxsin cəmindədir. Yəni biz bunları deyə bilmirik. Həmin feillərə təsriflənməyən feillər deyirlər. Yəni şəxsə görə və kəmiyyətə görə dəyişməyən feillər. Bu feillər üçdür. Məsləridir, feili sifətdir, feili bağlamadır. İki nitq hissəsinin xüsusiyyətini özündə daşıyır. Təsriflənməyən feillər, məslər. Verilmiş cümlələrdə təsriflənməyən feillərin altından xətt çəkin. Yəni, şəxsə və kəmiyyətə görə dəyişməyən feillərin altından xətt çəkin demək istəyir. Birinci sual və birinci cümlə. Məktəbin direktoru uşaqları salamlayaraq təbrik etdi. Bu cümlədə iki feil var. Bir, təbrik etdi feili. Bir də salamlayaraq feili var. Təbrik etdi kim? Uşaqlar. O təbrik etdi. Deməli, şəxsə görə dəyişdi. Söhbət bundan getmir. Söhbət nədən gedir uşaqlar? Salamlayaraq. Salamlayaraq, o salamlayaraq, mən salamlayaraq özü dəyişmir. Deməli, bizə lazım olan söz, bax budur. Salamlayaraq feilidir. Yaşadığımız küçə şəhərin mərkəzindədir. Bu cümlədə bir feil var, yaşadığımız, bir də yaşamadığımız. Feilləri eyni zamanda uşaqlar biz təsdiqdə, inkarda deyə bilirik də. Yaşadığımız, yaşamadığımız deməli bu feildir. Amma bu feil şəxsə və kəmiyyətə görə dəyişməyibdir. Yaşadığımız küçə, hansı küçə uşaqlar? Yaşadığımız küçə hansı sualına cavab verir? Sifətin sualına cavab verir. Sifətin xüsusiyyətini daşıyıb, amma eyni zamanda inkara da düşə bilir. Yəni yaşamadığımız deyə bilirik. Özündə hərəkət var. Deməli, söhbət burada, bax, bu feildən gedir. Təsriflənməyən feildir. Yaz gəlincə ağacılar yaşıl doyununu geyindi. Burada bir geyindi feili var. Amma kim geyindi, nə geyindi, o geyindi. Deməli, üçüncü şəxsə görə dəyişdi. Deməli, söhbət bu feildən getmir. Bir dənə də burada hansı feil var? Gəlincə, gəlməyincə. Bax, fikir verirsiniz, burada feil var. Gəlmək feili. Bax, bu feil təsriflənməyən feildir. Nə zaman ağacılar yaşıl donunu geyindi? Yaz gəlincə. Eyni zamanda təsriflənməyən feillər çox zaman cümlə daxilində özündən öncə, bax, özündən gələn bu sözü özünə tabi edir, söz birləşməsi yaradır. Nə zaman ağacılar yaşıl donunu geyindi? Yaz gəlincə. Yəni, burada gəlincə təsriflənməyən feilidir. Dördüncü sual. Oxumaq, təhsil almaq çox vacibdir. Burada iki feil var. Bir oxumaq, yaxud oxumamaq, təhsil almaq və yaxud təhsil almamaq. Bir sadə feil var, bir mürəkkəb feil var. Nə çox vacibdir? Oxumaq. Nə çox vacibdir? Təhsil almaq. Demək, hər ikisi nə sualına cavab verir, ismi xüsusiyyətini daşıyır və məslərdir. Havalar soyuyanda ayı qış yuxusuna gedir. Bax, burada bir gedir. Kim gedir uşaqlar? Ayı, yəni o. Şəxsə görə dəyişir. Bizə bu lazım deyil. Çünki şəxsə görə dəyişdi. Bir də var uşaqlar, soyuyanda, soyumayanda. Aha, soyumayanda da nədir uşaqlar? Daha da soyuyanda olur burada nə? Feildir və təsriflənməyəndir. Çünki bizim bunun sualı başqa olacaqdır. Nə zaman ayı qış yuxusuna gedir? Havalar soyuyanda. Deməli, bizə lazım olan feil, təsriflənməyən feil budur. Çalışma B. Sağ sütundakı feillərdən uyğun gələni məslərə çevirib nöqtələrini yerinə yaz. Aha, baxaq. Ülkər, burada çalışdı, çəkir, olacaq feillər var. Ülkər rəsm çəkməyi xoşlayır. Yaxşı rəssam olmaq üçün çox çalışmaq lazımdır. Deməli, uşaq fikir verirsiniz, çalışdı, çəkir, olacaq feilləri məsəl şəklində saldıq. Birinci cümlədə təsiri halda çəkməyi isimlər hallanır, məslər də hallandı. Burada yaxşı rəssam
daha doğrusu Ülker rəsm çəkməyi xoşlayır. Yaxşı rəssam olmaq üçün burada artıq adlı halda çalışmaq lazımdır. Yenə adlı haldadır. İsmi xüsusiyyətlərini götürdü və sualına cavab verdi və onun kimi də hallandı. İkinci, balıqçılar dənizə çıxmaq üçün küləkli havada balıq tutmaq çox çətindir. Ağac əkmək, ağac əkmək çox faydalı işdir. Təbiəti sevmək və qorumaq vacibdir. Çalışma C. Sözləri tamamlamaqla cümlələri oxu. Məstərlərin ismin hansı halında olduğunu qeyd et. Xarici qonaqlar tarix muzeyinə baxmağa getdilər. Fikir versiz baxmağa getdilər. Yönlük haldadır. Haraya gediblər? Tarix muzeyinə baxmağa. Səhərlər qaçmağın xeyri çoxdur. Qaçmağın. Balaca Murad onacan saymağı bacarır. Bütün günü işləməkdən yoruldum. Tufan başlayanda dağın zirvəsinə qalxmaq qorxuludur. Çox çalışmaq fayda verər. Çox çalışmaq fayda verər. Deməli uşaqlar, burada fikir verin. Tarix muzeyinə baxmağa yönlük halda, ismin yönlük halına düşürdü. Səhərlər qaçmağın yiyəlik halda. Balaca Murad onacan saymağı təsirli halda. Bütün günü işləməkdən çıxışlı halda. Dağın zirvəsinə qalxmaq adlı halda. Çox çalışmaq adlı haldadır. Yəni ismin xüsusiyyətlərini götürdü, isim kimi hallandı. 2. Məsələləri seç, nümunəyə uyğun olaraq cədvəli doldur. Münsiflər heyəti mənim oxumağıma yüksək qiymət verdi. Demək, yəni kök və şəkilsinə ayıraq bunu. Oxu sözün kökü, oxumaq məsdər. Özündən sonra sait gəldiyi üçün buradakı q səsi ğ-ya çevrilibdir. Oxumağım mənsubiyyət, oxumağıma yönlük al. İndi o birlərə baxaq. İnsanlar ipək parça toxumağın sirrini öyrəndilər. Burada hansı söz var uşaqlar? Toxumaq. Toxumağın. Sirrini öyrəndilər. Toxu sözün kökü, toxumaq məsdər, toxumağın yiyəlik halda. Biz yağışın kəsməyini gözləyəcəyik. Biz yağışın kəsməyini. Kəsməyini. Deməli, kəsmək sözün kökündə kəs, kəsmək məsdər. Özündən sonra sait gəldiyi üçün burada k y-yə çevrilir. Deməli, mən bunu da qeyd edim uşaqlar sizə burada. Bax, maq şəkilçisi, maq şəkilçisi. Bir də var mək, məslər bu şəkildə yaranır da, maq və məklə yaranır. Maq şəkilçisinə özündən sonra sait gələndə, misal üçün, oxumağı, təsiri yala salanda, bu q-ğıya çevrilir. Sonra mək şəkilçisinə olanda isə özündən sonra yenə də sait gələndə, bu k-y-yə çevrilir. Olur, məsələn, öyrənmək. Yəni, məsləri yaratmaq üçün biz maq və mək şəkilçisini istifadə edirik. Hər iki şəkilçi qrammatik şəkilçidir, yəni mənanı dəyişdirmir. Sadəcə olaraq formanı dəyişdirir. Burada da kəsməyini, deməli, kəs sözün kökü, kəsmək qrammatik şəkilçi, məslərin şəkilçisi, kəsməyi, yağışın kəsməyi, üçüncü şəxsin mənsubiyyəti, kəsməyini təsiri haldadır. Deməli, ikincidə nə idi uşaqlar? Toxumağın sirrini öyrəndilər. Deməli, ikincidə bax, fikir verirsiniz, burada mənsubiyyət yox idi. Hal şəkilsi ın idi və yiyəlik halı idi. Yiyəlik. Kəsməyini sözündə kəs sözün kökü, mək məslər şəkilsi, özündən sonra sait gəldiyi üçün k-y-yə çevrildi. Və kəsməyi, onun kəsməyi, yağışın kəsməyi üçüncü şəxsin mənsubiyyətidir. Üçüncü şəxsin təkinin mənsubiyyətini götürübdür. Yəni şəkilsi idi.
Hal şəkilsi isə kəsməyini, yəni burada təsirli haldadır. N da ki bitişdiricidir də bilirsiniz. Yəni bax burada N bitişdiricidir. İ isə təsirli haldadır. Biz onun ikisini bir yerdə təhlil edəndə üstündən bu şəkildə xətt çəkirik hər ikisini. Beləliklə biz bu gün nə öyrəndik? Biz bu gün məsləri öyrəndik və öyrəndik ki, məslər feilin təsriflənməyən formasıdır. Yəni şəxslərə görə dəyişmir və hərəkət bildirir təbii ki. Hərəkət bildirir, təsdiqdə olur, inkarda ola bilir. İsmə məxsus olan xüsusiyyətlər də bəli gözünüz hallandı, sonra mənsubiyyətə görə dəyişdi. Bax bunlar onun ismə deməli aid olan xüsusiyyətlərdir. Məsdərlər makməh şəkilsinə yaranır. Makməh şəkilçiləri feilin formasını dəyişdirir, mənasını dəyişdirmədiyi üçün qrammatik şəkilçilərdir. Bu günlük bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.